Güzel Allah'ımın adıyla. Bak bu görürsünüz uşaq ədiyalıdır toxumuşam qəşəng. Bak bu güzel Allah'ın adıdır. Onu da toxumuşam namaz qılmaq üçündür. Bu da uşaq giydirməsidir. Belə qəşəng. Bunlar da tapışkalardır. Allah'ın güzel tapışkalardır. Bu da bir cüttür. Bu da bir cüttür. Bu da papışlardır. Görsen küçük papışlardır bunlar da. Her birisi. Bu da tutacaktı. Bunlar da tutacaktı. Yani arkasında diymişim belə. Belə diymişim arkasında. Bu da mesela namaz qılmaq üçün möhürdür, təsbihdir. Qoyursan içine, uzaq səfərə gedəndə qoyursan sumkaya yüngülcə. Bunlar da çiyələk tutkularıdır, tutacaqlarıdır. Çiyələk tutacaqlarıdır bunlar da. Bu da uşaq ədiyalıdır, qəşəng. Da toxumuşam bunu da. Uşaq ədiyalıdır. Şahmatdır bu da. Yani resumkası yine şahmat resumkasıdır. Bu da bir resumkada ədiyalıdır. Yani bir resumkadadır bu ədiyalı. Qəşəng qırçınlı zadlıdır qırıqlarında. Bunlar hamısı öz əlimin işidir. Bak bu da bir uşaq ədiyalıdır. Bu da bu cürədir. Bu da bir fasonda toxumuşam bunu da. En güzeli bak bu da. Bu da belə risunkadır. Metrədir. 1 metrdən çoxdur. Yəni böyükdür da. Böyük razmerdədir. Kalyaskanı məsələn üstündə qoymağa, uşağın örtüyüdür. Böyle məsələn xəstəxanadan uşaq çıxan vaxtında anadan olan uşaq odur. Yəni belə toxumuşam da. Allah özü qismət eləsin. Nəvələrə, nəticələrə qismət olsun inşallah. Yəni kimlər istəsə də kimlər istəsə də elə bir zakaz götürürəm də. Zakaz götürüb toxuyuram öz əl işimdir. Əl işidir də yəni bu. Bunlar hamısı əl işləridir. Əl işidir də bunlar. Hamısı. En güzel bak bu çiyələk tutkularıdır. Çiyələk tutkularıdır. Hatta bu da belədir elə bir ki. Allah öz əlimə sağlıq versin. Amin Allah.